verilişin sponsorları Ruski Vkus, Karella boyaları, Əla tumları. Mr. Bombastic, we order some bombastic, romantic, fantastic lover. Shaggy, Mr. Lover. Atam salam əleykum. Qurban sənə əskər yanla gəlirik. Maşındayam, ailə ilə, benzinimiz qutarıb. Mənə 2 litr benzin verərsən. La puluyla, puluyla. Sən can gəl bir dənə. Məndə boş pulka var ha. Var səndə? Məndə var. Boş pulkada 1 litrlik. Sən canım bir dənə bunu gör, neyinirsən? Ay sağ. Sən Akif deyirsən? Yox, heç nə. Dizel Akif. Yox. Ala kopya səni. Gəl bir dənə çək bundan. Gəl, çək. Sağ ol. Sağ ol atam. Gələ bunu. Yox, gələ bunu. Ara, üzümə baxma. Qoş fındıq alarsan. Sən cay götürmüş. Davay atam, sağ ol. Getdin, davay. Ayşəmi gəl çıxında. Bir saat Gelin oğlum biz o boyda yolu takka turak tukka tarak. Ne olur lan şimdi? Ne, benzin satırsan yoluna Kulaq sat yine, asla ne olur? şəmdə. Süz gələnə kimi, bayaqda süz özürəm. 2 saatdır buradayım. Hala cəmaatı saxlayıram maşınları. Hərəsindən 2 litr, 3 litr, 4 litr benzindir də. Dilent sen. Bizi niye çağırmışsan Zakatalı'ya? O boyda yolu gelmişiz zulümden ne olur? Heç bilirsən nə olur? Ne olur? Bilən nə olur? Ne olur? Bu o vaxtı Zakatalada doğum evi işlədir. Həmin o doğum evinə komissiya gəlir. Gəlir. Gəlir, nə gəlir? Denen evimiz yıkıldı da. Denen evimiz yıkıldı da. Her şey qaydasındadır mı orada? Belə yaxşıdır, amma komissiya gələr birdən nəsə. Düzələmişsən çağırmışsan Şəmi nə qədər? Yaxşı, davay. Eşitirsən, bu qara qura işlərini at bir qırağa gəlmir başqa. Davay, gəl. Götür. Davay tez elə. Gəl. Şimdi də mənim balnissama gəl. Kim girə bilər ha bizim balnisiyaya? Komissiya. Yox bir ha. Əziz həkimlər, bilirsiniz ki, Bakıdan bura komissiya gəlir. Mən tez bilirdim ki, bu komissiya gəlməlidir nə vaxtı. Çünki bizim doğum evimiz partapart işləyirik, qəşəng də işləyirik. Heç bir nöqsanımız, zadımız yoxdur. Aha, eşitiblər, bilirlər ki, Şəmi ilə Şöşü Zaqatalada doğum evi işlədirlər, getməliyik ora. Ona görə də bura sizi yığmışam, mən həmişə demişəm, bütün iclaslarda demişəm, bax, yenə də deyirəm. O uşağı ki aparıb verirsə valideynə. Hayır, 10 nəfər, 15 nəfər niyə yığılırsınız? Niyə elə qıraqdan baxın elə bilsin ki, burada talpa davasıdır, nədir, nə bilim, 93-cü ilin çörək o çörədidir. Hayır, bir nəfər aparsın versin, değil mi? Bir nəfər götürsün uşağı ki, ay ata, ay ana, bu da sizin uşağınız. Təbrik edirəm, gözünüz aydın olsun. Hələ o bir qırağa Şəmbəli. Uşaq doğulanda siz niyə buna baxmırsınız ki, bu qızdır yoxsa oğlandır? Elə cumursunuz həm qız muştuluq almağa. Ay nə olur bir uşağa baxın görün bəlkə bu. Yaxşı da Şöşü. Bizim doğum evindən çıxanların 15%'i boşanıbdır. Yaxşı sən eşitirsən, Şirinə zəng ilə gör, harada təcil lazımdır. Sonra bu ay cəmi
5 dənə, 6 dənə bax belə Ay Şirin, hadisə sən olub. haradasan? Hə. Bir glass gedir burada kızılır. Bu ay deməli 5 dənə doğum olub ki, 6 aylıq uşaq doğuzdurmusunuz. Mən bilirəm hamının sıxıntısı var. Mən bilirəm hamının indi olur da ora-bura borc zadı var, krediti var. Hər bir zəngiləyin banka deyin ki, bir 2 ayda döz, 3 ayda səbr elə gətirib pulu verəcəyik də. Buna görə uşağı tez doğuzdurarlar. Sonra şikayətlər var. Cümşüdovlar ailəsində doğulan uşağın yumşaq yerini kim vurub şillə ilə göyərdi? Hə? Sən. Mən başa düşürəm, polisdə işləmişsən, əlin ağırdır, indi həkimsən. Uşağı yanından elə vurarlar. Nəyə görə mən sənə görə getməliyəm polis bölməsinə, o uşağın yəsinə yalvarmalıyam, yaxarmalıyam ki, ay qardaş gəl ərizə yazma, eləmə, bilməyib, həkimdir, şirinlikdən şillə vurub. Axırda demişəm ki, eyb yox, bir dənə də təpik sən mənə vur, şot və şot olaq. Nəysə. O da götürdü, bir dənə təpik vurdu ki, Yaxşı elə şeylərə Biabır burada oldum. danışmaq. Nəysə, əziz həkimlər, bax, iclasımız qurtardı, amma bilin ki, komissiya gəlsin, getsin, mən sizinlə bir də görüşəcəm burada. Özdə başqa söhbətlər eləyəcəm hə mən burada. Beyin sönür. Yaxşı? So, qeyd edin, özünüzə orada qeydləri aparın, eləyin, özdə dediklərimdən də nəticə çıxardın. Vay, biz bura gəlmişik ki, bir düzəməli çörək pulu qazanaq, bir qəpik quru üçün gəlməmişik ki bura. So, azad. Fındıklar, toz, fındık. Şirin. Fındıq yemeyin ha, işləyəndə fındıq yemeyin. Çürükləri yığın aparacağım evə. Fəlakət. Bəs sizə nə qədər fındıq Fındıq yeyirsən? yeyirsən? Yox, yemirəm. Ayrı vaxtı deyirsən tupoyam, gicəm, özümü vurursan Mən xəstəliyə. demişəm elə söz, mən nə var elə söz demişəm. hə? Özümü elə göstərsən, nə diyorsan tupoysan. Amma salamat fındıqları yeyirsən, çürükləri atırsan, necə olur o? Hə? İşdirsən, Ağsaqqal. Ha. Bu fındığı yeyirəm mən hər gün. Adama elə bir ki, enerji gəlir də, başa düşdün enerji. Adamın ürəyi sən nə istəyir? Adamın ürəyi istəyir ki, elə bir dava eləsin də, bir 5 nəfər oğlan gəlsin, deyim, bir gəlin davazad eləyir, başa Tupoy, düşdün. sən dünyada yegana insansan ki, qoz fındıq yeyəndən sonra dava eləməzsən. Ağsaqqal eşidirsən? Ha. Qulaq eşidirsən məni? Ha. Sən halal deyirsən, bu yaşında eşidirsənsə, sən halaldır, sözüm yox. Hə, gic, mənim bütün orqanlarım yaxşı işləyir, səndən də yaxşı, gözümdə, Sən sağ ol. burnumda, hər yerim, zəng gəlir. Dayan. Bu, şomu. Alo, nədir, nə istəyirsiniz? Nə? Bilirəm də, bilirəm, nömrən yazılıb, nə istəyirsən? Fındıqdır, batıl. Ha, zavoddayam, qoz zavodunda, fındıq. Ha, nə, mənim rottamda nə işim var, başın xarabdır, getmirəm. Nə problem? Nə problem? Geç o yana. Şamu, Şami, məni gözləyin, gələm ora, gözləyin məni. Tüfü, sizdən heç vaxt mənə xeyir Ne gəlməyib. olur be Ağsaqqal? Gəl fəlakət, rottama gedirik. Oy, Ağsaqqal salamatçılıqdır. Ha, siz biz danışma, gəl danımda. Nereden salamatçılıqdır, narahat olma ha. Hamısını qeyd elə şoşu. Bura doğum evidir ha, zarafat deyil. Mən gərək arada bu həkimləri belə qəşəng toplayım bir Gəl. yerə, danlayım, ağzından çıxanı deyim, gəl. Sən haradasan hə? İclas elə sən Probka oyanmayan sonra getdim. Zaqatalada nə probka nə danışır ha bu ya? Yaxşı, yaxın dur, Şirin. Bax, sənə bu boyda doğum evinə həvalə eləmişim, düzdür? Sənə bu doğum evini verəndə dedim ki, Şirin, buranı işlət, qəşəng bir normaya sal. 5 manat, 3 manat aydan bizə nə verərsən, verərsən. Düzdür? İndi çıxart, qoy stolun üstünə, görüm nə yığmısan, biz də aparaq verək komissiyaya ki, ala qardaş bizdən əl çək. Pul yoxdur, bir köpük yoxdur. Dinən niyə? Niyə? Doğan yoxdur ay qardaş. Kimi dindirirsən, idman edirəm, nəm, diyeti saxlayıram, hər yerə qururam. Doğan yoxdur. Axırıncı dəfə bu doğumun evin həyətində özüm öz əllərimlə 2 dənə pişik doğuzdurmuşam. Pişik. Ondan sonra doğan yoxdur. Öz əllərimlə. sən kişsən, dəlisən. Ay Şirin, görürsən doğan yoxdur. Bir interesli kampaniyalar fikirləş, kreativ ideyalar fikirləş. Denən ki, ay nə bilim, bizim doğum evində uşaq dünyaya gətirən, yəni bir nəfər dünyaya gətirən, ikincisini pulsuz hədiyyə alır bizdən, yəni onun pulunu almırıq sizdən. Bu tip şeylər fikirləş də. Eləmişəm, onu da eləmişəm Ayşəmi. Nə elədim? Nə kampaniyası? Kim ildə 2 dəfə doğsa, Aha. ona bir dənə maşın hədiyyəsi. Ay sənin başın xarabdır ha. İldə 2 dəfə adam uşaq doğar. Nə cici danışdın? Ala o maşını udan var. Budur ha. Yanvarda birini doğdu, Hə. dekabrda birini. Maşını otda apardı. Şirin sən mənim əlimdə öləcəksən. Mən sənə 500 dənə vizitlə çıxartdım verdim ki, apar bunu bizim doğum evinin adından bütün yengələrə payla. Eləmisən sən onu? Ay şoşi, problem odur, bizim problemimiz ağsaqqaldır. Götürüb qoz fındığın qiymətini qaldırıb. Qoz fındıq alan yoxdur. Bu da onu. Məsələ yəni, Tamam hə? qoz fındıq. Demir də.
Hə, bu ağsaqqal öz başına zaddır. Bu başa düşmürəm. Nətər yəni qiymətin qaldırır? Qaldırıb qiymətləri. Heç kim almır. Dur ayağa gedək. Baxaq Bu görək elə bu. ağsaqqal uşağını çıxardır, Öz başınalıq zad eləyir hə burada. Hə, bu ağsaqqal. Həm də baxaq görək də 2-3 manat tapaq bizim bu komissiyaya verək, çıxsın, cəhənnəm olsun, komissiyada getsin. hardan Şamisa elə gəldi bir şey Urfa? qiyməti pul oldu belə. İndi bu sənin uşağın da, təbrik edirəm. Yox, mənim deyil. Səndir, Hələ sən. dəqiq bilmək olmaz. Mən o maşenliklərə inanmıram. Hə. Özdə yaxşı yadıma düşdü. Birdən o uşaq mənim olsa, nə aralı dayan söz danışaq. Sən özgəsi deyilsən, ağıllı oğlansan, yaxşı oğlansan. Sən axı məni çox istəyirsən, hə? Ağsaqqalı çox istəyirsən də. Bax, götürürsən öz boynuna, deyirsən ki, o uşaq ağsaqqalın deyil, mənimdir. Mənim. Kim inanacaq mənim uşağım var? Qoy sən sən. İnanacaqlar, sən narahat olma. Gör, sən neçə il qabaq düşürsən. Heç nədən hop, elə bil uca uşağın var. Nə qədər qabaqsan da, özdə mən sənə köməklik eləyəcəm. Mən səni İsrailə göndərəcəm müalicəyə. Sağalacaqsan. Neyinirəm, mən tupoyzadan sənin üçün beynimi xana verirsən. Qulaq asayım mənə. Bu saytlara zara zəng eləyim, başlıq zad yazsınlar. Yox, hələ yox. Niyə gül kimi şey xəbərdən ha? Biri orada narahat olma, tanışlarım var, saytlara verəcəm. Yox. Qardaşlar, təbrik edirəm, sizə şad xəbərim var. İndi mən bir-bir deyəcəm kimin nəyi olub, kimin nəyi olmayıb. Siz şirinliklərimizi hazırlayın. Oldu, getdik. Birinci demək, burada gəlir Qaloş Nazim. Sən, Nazim, səndə olub oğlan. Bəh, təbrik edirəm. 2 kilo 200 qram, 220 manat hazırla. Süle duşi, Tuxtar Rafiq. Sən, Tuxtar Rafiq, səndə qız olub, 3 kilo 100 qram, 310 manat hazırla. 10 manat həybə bağışlayın ki, 300 manat verəsən. Dalican gəlir burada. Kanistir Akif. Gözün aydın olsun. Səndə əkiz olub qardaş. Əkiz olub, bu ikisi bir yerdə eləyir. 4 kilo yarım eləyir, oradan vurursan. 4 kilonun pulunu alacam səndən 400 manat hazırlaş, səndə hazırlaş. Sonra gəlir burada konfet. Sən, təbrik edirəm atam, səndə olub 5 kilo 200 qram. Bu eləyir 520 manat. Olduyum. Mən indi səndən pul almıram, bayaqdan şüvənliyi salmısan, deyirsən pulum yoxdur. Gələcəm iş yeri və orada oynan barter eləyək, bildin? Orada sən də könü yerimdə. Səylə belə razılaşdıq. Sonra kimsin? Salam əleykum. Şəmi gəlib. Şirin, komissiya gəlməyib elə. Yox, komissiya gəlməyib, amma bayaqdan bunlardan şirinliklər alıram. Hə, keç içəri görüm nə qədər pul yığırsan da komissiyadır, gəl baxın bura. Şirinliklər demişəm, bizə lazımdır. Ağsaqqal, bax, maşına yüklənmişik, hər şey oradadır. Krakovski, Axotnici, Ukrayinski, bu общем-də Rus Uzun kapçanlı kalmasa. Hamısından var. Sasiska da var, kalbasa da var, Gel. hər şey. Aparırsan, Pribaltikada səni İqbal adında bir kişi var, o qarşılayacaq, hər şeyi həll edəcəksiniz. Narahat olma, mən Pribaltikada əsgərlikdə olmuşam. Oranın yollarını əzbər tanıyıram. Ver. Hə, bir dəqiqə deyən, sən sürmürsən, maşını Ağsaqqal, nə danışırsan? ya. Sənin o MMK-larındır, radarlarındır, hələ qurtarmamışam mən onlardan. Maşını şöşü sürəcək, bəli, sən də oturursan şöşünün yanında, gecə yuxlayanda onu oyadırsan, yaxşı? Yaxşı. Davay. Şaşı, ay şaşı. Gəl, çıxırıq. Tez ol. Atanı ver getdik. Yox, Şəmi dedi ki, ancaq mən sürüm. Dedi, şaşıya başımı vermə. Geç, özüm sürəcəm. Verilişin sponsoru Ruski Vkus. Ay Şirin, anlatırsan. Ana, bunu kim bırakın ay Şami? Sən də gəlmişsən. Sən mənə bir mənfəsin qanacağım olsun, qulaq as. Hə. Mən bu qardaşdan sana deyirəm ha, bu yaxınlarda dükan açacağam, dükan. Ana, deyən nə Ma tutacaq? boyalar lazımdır, sana rəhli boyalar zad lazımdır. Var səndə? Boyalar lazımdır. Hə, pul boya lazımdır. Ana, biz belə danışdıyım, hə də, xoş gəlmişsən Ayfəli. Sağ ol, sağ ol, Səfa sağ ol. gətirmişsən, Sağ ol. əcəb eləyib gəlmişsən. Ana, boyalar, nə boyalar, Karella. Bütün Azərbaycanın dükanlarında, Bakının bütün dükanı Karelladır. Ana, bir sən nə gedir, nəylər, zürbəcür, qara, qırmızı, göy, ağ, Vişnovski, Permavoti, nə bilim. Hə, kraskat da bunlar. Sarı, git sarı, səhər rəngi. Hə, 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 ana, benim aparsa deyib, sən nədir bu? Ver dənə bir ikisini ver aparım. Götür, keyfiyyət nə? Bal, kraska çəkirsən. Hə, hə. Gəl 30 ildən sonra, hələ kraska gedin. Hə, ver dənə bir Gəl, ikisini ver. baba, bu sarı. Hə, bu Baba, yaxşı. qoyuram sarı. Səhər rəngi. Bundan da ver, bundan da ver. Babu, Bu xoşuma gəldi. babu fiyaletivi. Hə, Necə lazım? eşidirsən? Hə. Bunlar yaxşı deyir, bunları alacağam, mənim pulum var. Bir də bir qardaş kimi səndən bir məsləhət alım. Hə. Mən bu dükan açacağam axı, dükan. Mənə bir dənə dükan lazımdır. Denən hə. Hə, hə. Denən dənə, denən Hə, hə. Hə, bir dənə dükan lazımdır mənə. Bir də mənə bu dükanda işləməyə bir işçi lazımdır. Dənə işçi olmalıdır. Dənə denən hə, hə. Ana
Ala dilimdə, hə. Bayaq dedin, hə, bayaq dedin. Ala dilimdə. Bir də qardaşımsan, bir dost kimi sana bir məsləhət verim. Mənə bu dükanı işlətməyə bir müdür lazımdır, ha, müdür olsun başlığında işlətsin. Pul buraxsın, pul qazansın, pul buraxsın, pul qazansın. Denən hə. Ala bu xəstəlik izlənə bu nə tutanı var, nə bilməm. Rəqə bayrağı çıxara. Pulu buraxıram da. Ala dabay buradan bayrağı zani təni buradan. Ay Şamil bunun üçün bırakı baxı bura. Ala bəstürün dabay işləmir bura baxı. Karella. Karella. Verilişin sponsoru Karella boyaları. Bax, buradan götürürük. 3 gün gətirdik. Hə? De, bunlardır. Bəstirin də. Nə vaxtda kimi siz mənə cizgiz şeylərə zəng eləyəcəksiniz. Bir dəfə barmağını qattala deyən ki, zəng elədin dedim, ağsaqqal. Yeyib içirik, gəl oturur, sən də ye. Düşəsiz, saçqa ye, stalis, dayanma. Ağsaqqal. Ha. Biz bu dəfə əslində belə qalsa elə xeyir üçün zəngləmişik də Ağsaqqal. Bilirəm nə işdir. Bəli. Siz həmin o oğlanı deyirsinizsə, mən oğlanın pulunu vermişəm, özüm oyla hər şeyi həll eləmişəm. Mənə yalan danışmayın, şər atmayın. Ağsaqqal. O nə adam? O kimdir? Şöşü. Zəhmət olmaz. Natashanın da qardaşı ilə həll elədim, danışdıq, barışıq bağladıq. Dedik ki, o söhbət Ay bağlanır. Ağsaqqal bir duyan görək. Bu nə Olyadır, nə Nataşadır. Bu bax. Bu alımçadır, alımçadır. Əliyane. Bu Yekaterinovna Katya Vladimir qızı. Ağsaqqal, deməli, biz tərəfdən aparılan DNK yoxlamaları nəticəsində belə məlum olub ki, taray 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 taray. İna bilməz, inanmıram. Ata olacaqsan. Yaxşı, sakit, sakit. İndi nə olub, sırası, ha. Bax, səs-küy salmayın. Nə söhbətdir, nədir, bizim öz aramızda. Öz, heç lazımdır. Bir dəqiqə, Alaşət, sən get bir balaca orada oyna, su iç, şokolad ye. Eşitsən Ağsaqqal. Bu nə Natasha deyil, nə Olya deyil, alımçadır. Yaxşı. Düş aşağıda Ballisan həyətində qumluq var, orada oyna. Eşidirsənmi Ağsaqqal? Siz mənim ən əziz insanlarımsınız. Mən sizi o qədər çox istəyirəm. Ağsaqqal, eşidirsənmi? Şirinliklərini qoy bir kənara. Burada şikayət var səndən. Fəlakətin yanına demədin. Burada şikayət var. Konkret Katya gedib polisə şikayət eləyib. Polis də gətirib bütün bu analizləri, zatları biz də yoxlamışıq, eləmişik. Məlum olub ki, taray 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 taray. Toy zaten ballisana oynamazlar. Yavaş, Ağsaqqal. Tezliklə ocağınızdan bir körpə səsi eşidəcək. Yox, gəlin belə eləyək. Biz qıraq adamlar deyilik. Aha. Biz bir-birimizi gör neçə ildir tanıyırıq. İndi həmişəki kimi öz aramızda bu işi həll eləyək. Mən o işə qarışmıram, şöşürsən özün həll elə. Mən o işə qarışmıram. Şaşır. Bax, bunun internet saytı var, bunun televiziyası var. Ay, verilmişlər var, gedib Poçkadəmin verilişinə sabah bu səs Yox. Biz də biabır olacağıq. Ay sağ ol, bunun kriminalı var, bunun orası var, burası var. İtaatası var, Rusiyanın birinci kanalı var. Özünüz bilirsiniz ki, mənim yekə fındıq zavodum Çox var. gözəl, qaz zavodum çox var. gözəl. Pulum yoxdur. Pulum olmadığına görə barter. Ay sağ ol. Hərənizə bir meşə fındıq, zəhbəti bağlayaq. Yıx, xoş qədəmi yıx. Yıx, xoş qədəmi. Yox, sakit. Zarafat ellərdə nə bir meşə. Bir maşın, ha? Ne? Bir maş Elgizə zəng eləm. Zəng eləm Elgizə. Bir dəqiqə. Eləmə lazımdır, xahiş edirəm. Adama bir maşın, ha? Adama bir maşın, xahiş edirəm. Yaxşı. Özdə bu söhbətləri həll eləyəcək necə? Yaxşı. Fəlakətlə o gizlə danışmışam. Dedim ki, get üstümə götür, qol çək denəm, uşaq mənlikdir. Danışırsınız, güya Katya ondan hamilədir, məndən yox. Camaat inanacaq. Nə bilim Ayşoşu, bacara biləcəksənmi bu məsələni həll Ay, eləməyə? niyə bacarmır? Biraz Çünki ağır bağlandı. məsələdir, amma sən mənim... Yaxşı, Ağsaqqal. Bəli. O söz verməklər zətlər var idi ha ki, ay belə olacaq elə. Onlar qaldı 2014-də. 2015-də biz nə qayırdıq şöşün. Müqaviləni çıxart zəhmət olmasa. Hal-hazırda biz hər şeyi müqaviləmiz hazırdır. hazırlamışıq. Ala buruşka. Mən əvvəl oxuyum. Yox, Ağsaqqal, çox çəkəcək. Yaz. Vaxt uzatma. Bir buradan tır qoz, Cızda, buradan cızda. bir tır Bu fındıq. nədir, yekə maşın? Bir tır fındıq, yaz. Ay, Rüşkanı sağ ol. belə tut yaz, bizə alladır, bu nədir? Bir tır qoz, bir Ay tır sağ ol. fındıq. Ayın tarixini qeyd elə. Ayın tarixini. Bir dənə də mübarək qolunu, Xahiş edirəm. Katya, bu söhbət bizim aramızda, ha? yox, problem. Bizim aramızda. Çox Narahat narahat olma, olma. narahat olma. Ağsaqqal, gəl. Ey, qoca kişi sən belə... Atasan, Mən də deyirəm, komissiya kimdir? Sən demə bizim çox hörmətli Qılman doktorumuz komissiya adı ilə gəlib bura. Xoş gəlib, səfalar Çox sağ ol. gətirib doktor. Nətərdir vəziyyət? İşləriniz, gücləriniz yaxşıdır da yəqin ki hər Bəli, şey. biraz sakit olaq, biraz şiddiqə yol verməyə görə. Baş üstə. Bilirsiniz ki, mənə Bakıdan göndəriblər sizə nəzarət eləmək üçün. Aha. Ki, gələk görək siz bu Balniskada nə işlə Aha. məşğulsunuz. Siz o bilirsiniz ki, ya, bu sözün doğum evi haqqında nə qədər şikayət gəlir.
Bilirsiniz o. Ay doktor, ay qurban olum, ay şikayət ola bilməz axı. Ay bizim doğum evi sayılı seçilən doğum evlərdən biridir. Aha. Şəmi ilə şöşü hardadırsa, Aha. sən özün bilirsən ki, o doğum evi, o yer, o obyekt seçilməlidir başqa obyektlərdən. Bax misal üçün, buyurun. götürək 2014-cü ildə, yəni keçən ildə. Bəli. Bizim doğum evində doğulan uşaqların 90% oğlan uşağıdır. Görürsən, deməli, aha, fərqə bax hələ. 90% oğlan uşaqları doğulub, ay kişi. Bəli, Sonra bəli. bizim doğum evinin digər doğum evlərlə fərqi ondadır ki, bizdə deməli doğuşlar Almaniyadan gətirilmiş xüsusi aparatlar vasitəsilə həyata keçirilir. Aha. Deməli, əl dəymədən, ağrısız, ondan sonra qışqırıqsız şəraitdə aparatlar vasitəsilə həyata keçirilir. He. Elə aparatın özü də uşağı bəliyir, hop, ailəsinə təhvil verir. Buyur. Ne yaxşı, ne yaxşı. Bəs Qılman doktor, bayaqdan biz nə deyirik? Bizim doğum evi artıq yanvar ayından etibarən yeniliyə əl atmışdır. Biz web kameralar quraşdırmışıq. Yəni uşağın dədəsi evdə oturaraq canlı yayımda öz uşağının doğumuna baxa bilər. Hələ üstəlik biz polis olaraq həkimlərə tapşırmışıq ki, hansı ailə razılıq versə, onun videosunu YouTube-a sürpriz olaraq yerləşdiririk. Bax belə, gözəllikləri. Sən də deyirsən, ay nə bilim şikayət olub, nə bilim, ay belə şey ola bilməz. Ola bilməz. Yo, olanda olur da, olanda olur ki, ben O gelmişim. indi bir-iki nəfər bizi istəməyənlər var. Bəli. Ola bilsin yazıblar. Konkretlər diyorlar, hamısı Konkretler de ben pulumu ne versin? Pulumu ne versin? Hə, bir dəqiqə deyən görüm hələ, bir dəqiqə deyən görüm. Ayıb olar, Qılman doktor. Esas ben o pulumu Hə, değil ha. Şirin. Bizim Bakıdan çox hörmətli Qılman doktorumuz gəlib. Qardaşımız. Bəli, komissiya. Sən qəşəng orada bir yeyib-içmək təşkil edirsən, lüləsi, tikəsi, kebabı. Özün bilirsən də, hörmətli qonaqlar gələndə nətər yeyib-içmək təşkil edirik biz onlara. Ay sağ ol. Araq, doktor. 750, Ay sağ ol. Hə, olacaq. Spirtnoy olacaq. Всё. Təşkil edirsən, qəşəng, Bravo. zəng edirsən biz gedək. Bravo. Davay. Gidelim. Qılman doktor. Bəli. Hə, o pul, boş söhbətdə gedə bir oturaq, bir yeyək, çay Gidelim. söhbətimizi Yok boş edək. söhbet diyor. Esas yiyek sonra pul tartışacağız. Tamam. Önlem. Bak ne tendir çöreği. Kardeş sen neysen, kardeş. Önlem. Hə, nə edirsiniz? Sevinirsiniz? Sevinin. Mənə bax, qaloş lazım. Eşidirsən? Gedirsən restorana. 2 şiş lülə, 2 şiş tikə, hindüşka olar. Alıb gətirirsən. Arvadın ürəyi istəyir, bildin? Ged aldın. Dur, cumdur getdin. Kanistir Akif, sən də nə edirsən? Göyərti, xiyar, pomidor. Düzlüklərin üstündə demək də, turp dal. Dur getdin, arvad gözləyir. Cəld ol, tez ol. Sən, Tuxtar Afif, gedirsən, girirsən dükana. Yaxşı bir dənə nə? Moskovski araq. O kişi arvad vurmaq istəyir. Padrukasına oturur, mamajıyla, obusu mamajıyla. Qeyd edirlər. Götür sənə bir də araq da alırsan, getdin. Konfetəli, nə edirsən? Yeməkdən sonra çay lazımdır, çay içmək lazımdır. Konfet alırsan, Moskovski. Şirniyar, top, o yan bu yan. Bildin, qaçdın, getdin. Tez gəlin, daha gözləyir arvadlar. Tez, araq rasiski. Nə vaxtana kimi kiməsə yemək aparmalıyam, hə? O komissiya kimdir ki? Kimdir ki o komissiya onu yemək aparır? Çox sağ olun. Mən də deyirəm komissiya gəlib. Hardan gəlib? Nətər gəlib? Qardaşımız gəlib, bilən dostumuz gəlib. Çox sağ olun. Bizim ürəyimiz gəlib. Ay qardaş. Bu restoranın bilgisi yoxdur. Bilmem bakın da. Hamısı damaş. Salam aleyküm. Hamısı da. Sağ ol, çox sağ ol qardaş. Deməli, bizə biz 3 nəfərik də hardasa. Deməli 3 dənə Təcli eləmədən öncə yüngül var idi. elə. Hə. Yaxşı. Onda sən belə elə. Sən bizə 3 dənə qəşəng, belə böyük qablardan gətir. Sonra qəşəng o vilkalardan, bıçaqlardan, onlardan gətir. Ondan sonra duz gətir, istiot gətir qəşəng. Sonra kruşka gətir, stəkan gətir. Mavi bir sən də gətir. O belə stəkanlar olur ya yetim doyuzduran. Bir dənə mən ondan, sən bir dənə dəstək, Qılman doktor, denə. Neysin bir grafinka kaynanmış su getir. Aha. Olmasa kırattan dolar. Bir dəqiqə deyirəm. Elə bir zakazı götür sonra da hara qaçırsan? Yaddan çıxıb. O salfetkalardan gətir, üstə qaz şəkil olan salfetkalardan. Biraz tez ol, biraz tez ol. Maşallah, şirin yığıb doldurub, bura. Başlayalım. Eşidirsənmi? Bəli. Ay, tələsmə də, nə olur? Onu başlamamışdan əvvəl bir oturaq, bir söhbət eləyək, bir baxaq görək sən hansı məqsədlərlə gəlmisən, Bax. niyə gəlmisən? Şəməlim, mən sizə bir dənə söz deyim. Hə. Bax, mən özüm önləm kebab yemək üçün. Aha. Ürəyim gedir də kebab üçün mənim. Hə. İntihası bu kebabla mənim başımı Allah'dan məhsus.
Mən sizə bir söz deyim. Məni tanıyanlar bilir ki, mən çörəyi dizində olan adamam. Mən Bakıya çatan kimi gedib sözüm bu doğum evi haqqında hər yerdə danışacağam. Nə xeyri yoxdur, xeyri yox, mən danışacağım, mən bilirəm, özümü. Qılmam. Elə bilsən Şəmi Şöşüb, elə belə adamlardır, sənin haqqında heç zat bilmirlər, hə? Yeri gəlsə, gedib şikayət edəndən sonra biz də gedib öz şikayətimizi eləyəcəyik. Nə getdik? Deyəcəm ki, Qılman konkret olaraq apteklərlə müqavilə bağlayıb, onlarla faizə işləyir. Qılmanın o işlədiyi xəstəxananın həyətində öz şəxsi apteki var. Hansı ki, xəstələri Eminnoy ora göndərir, bəli. Sonra deyəcəm ki, Qılman o uşaq yeməkləri var, onlarla da nəsə söz danışıb, onlardan da faiz alır. Konkret olaraq xəstələri yönəldir bir yerə. Hə, elə bilsin, heç nə bilmirik? Qılman doktor. Nədir o? Belə pis çıxmasın, indi sən komissiyasında gəlmirsən. Hamı necə? Biz də elə. Bax, oturacağıq, yiyəcəyik, içəcəyik. Gedəndə də 5-3 manatdan cibinə qoyacağıq. Yola salacağıq, çıxacaq da. Allah, hani verirsiniz ki, siz mən 500.000 manatımı verirsiniz ki, ala qapqara meymunu oxşayırdınız, mən sizi sağaltdım, mənim pulumun ön vermişsiniz. Arvad mənə öyə buraxmır, hər gün deyirəm də sizə. Day, mən bezdim, palatalada bu xəstələri qucaqlayıb yatmaqdan. Sənin canın üçün Balniskada mənim adıma söz çıxardıblar. Sənin canın üçün adıma söz çıxardıblar. Qılman, gəl hər şeyi qoyaq bir kənara. Yox, bir yer. O bəyək deyirdi, nə 500 manat verər ya. O axşam verə bilərsiniz, nə? İndi Şöşüb. Yox, axşam. Qoy rahat yiyeyim. Qılman. Yox, götür mənə. İsti kebabı yiyeyim, o axşam verərsin. Bunu götür. Qılman doktor. Yox, bunu götür. Bunu götür. Yəni yerində qulağı var. Nə sən bilirsən, nə? Çox sağ olun, mənə qoyduğunuz hörmətə. Bu nə da la? Neyinlə mən 8 manat pulu? Mən onun ölüsüyəm, mən. 500 manat nə qədər eləyir? 8 manatda 500 manat demirsən bayaqdan. Hələ qoy üçün daha danış. Bir dəqiqə deyəm, baş benim xara verim. Qılman, Nədir o? eşidirsənmi? Bax, kişi kimi söz ver. Biz sənin o 500.000-ni versək, rəşid oluruq səndən. Nə məcasüzdən əl çəkirəm? Kişi kimi deyirsən. Nə məcasüzdən əl çəkirəm? Bura bax, siz mənim nə vaxt pulumu verdiniz ki, mən sizi tərifləmədim. Gəncə olsun. Şöşüb. Onda belə eləyək, Qılman. Sən bizə yarımca saat vaxt ver. Yarım saat ərzində biz həmən o 500.000-i həll eləyirik. Onda mən sizin heç nəzərdən mesaj göndərməyim də. Heç bir şey. Özdə dəqiqə başla zəng eləyib Şöşünü narahat eləmə. Mən gözüm üstə. İndi Şöşü ilə mən söhbətimi eləyim, sən narahat olma. Yarım saatdan sonra zəng eləyəcəm. Yox, mən biraz bu kababdan ölürəm. Dur, Bunu yola sal. yarım saata gələrsən. Yox. Çörəyimizi Buyur, fəlakət, nətərdir? Yer işinlə məşğul ol, yer. Araqlayan bir dəqiqə, onları tapam biləm, heç olmasa səni tapdım. Merhaba, mən sənə resep yazmışdım ha. Olay istifadə eləyirsən? Eləyirəm. Ay sağ ol. Sonra yazmışdım, əylə tumları gündə 3 dəfə. Çıtdıysan? O çıtlamıram, o suya qatıb onu şey eləyib, o elə eləmir. Ala yox, bir qoy çörəyin arasına yiy. Çörəyin Ala arasına. yox, o adı səhər səni qoyursan qabağıma 10-15 də. Çıtdıysan axşama kimi çıt, bildin? O sən mədə bağırsaq var, sonra qaraciyər var, ağciyər var, sonra dalaq var, orava, burava, axırda da boş başım var ha. Boş Bir başım xeyla var, bu xeyri var, bildin? Çıtda ginən ondan. Ondan alım da, ondan. Al, maşında çıxsa mənə verərsən, bildin? Çıtda. Abi, löhün çıtlamır, löhün çıtlamır. Verilişin sponsoru Əla Tumları. Bülbül çarpaq üstə, maralı da çarpaq üstə. Bunların baba işlətdiyi balnisiya bax. Belə resept yazarlar xəstəyə. Maba, yaxşı eləməyə göndərə bilər. Nəzi bağırsağın Qılman doktor. Onları tulla qırağa, neyini? Belə balniska işlədərlər, hamısı sizdə var, defekt şeylərdir. Nədir bunlar? Qılman doktor, gəl gedək sənin pulunu verək. Buna boş şeydir. Ara səhər vurman olum. Nəyəm pul mənə burada ver ya, burada ver ya. Bir belə kameranın altında adama pul verər, dur gəl. Dur, burada ver sizə, gedək. Sevgi sevən mərd olar, sevməyən namərd olar. Bir pulun ola verməyələr, bax bu yaman dərd olar. Saxlıyor bir də.
saxlayım. Ay nə olub ay? Saxla, saxla. Bütün ömrümü xarab elədin. Nədir lan, nə olub? Ay, Qarnın sənə. ağrıyır, özünü pis hiss edirsən, nə olub? Nə saxla, saxla. Qarnım nöhün ağrıyır da, qarnım nöhün ağrıyır. Deyirəm ki, sizə qurban olum. Nəyəm o 500 min manatımı? Elə bu qala düzün yanında verin nə? Çıxım gedim öyümə işimə də. Ay, 5 manatdır, 3 manatdır, 500 min pul da kişi. Ay, burada hər yer kameradır, adamlar var, cahamat var. Burada verə bilmərik biz o pulu sənə. Ay, sizin yüzə lazım. Adam gəlsə mən yeyəcəm o pulu. Ver bax şu pulu mən yeyirəm. Aman doktor, bizə qala divanının yanında pul vermək düşmür. Özdə 10 manatda, 20 manatda. Burada da indi pul sayacaq. Otur maşına, otur. Bu anda verir. Bizim öz yerimiz var bu. Otur, hemen de deyirəm, Bizim nə olur? xüsusi yerimiz var ki. Bu mən nöhün demirsiniz ki, elə mən... Hala oturursun. Hala tez dora. Yaxşı, bu nə əvvəldən deyil. Saxla, saxla. Beynimi xarab eləmsən sən. Yox, bu nə əvvəldən deyil ki, nə düşməyəcəm. Elə bu çıxmıyor. Bilə qabaq, azalıq, durma, azalıq başlayalım. Sən müəllim, Bəli. sən qurban olum. Deyirəm bu pulu mənə verəcəydiniz. Sən bu şəhərdə zətdə bir yerdə verərdiniz də. Mənim eşəyini öhün gətirdiniz. Qılman doktor. Bəli. Mən uşaqlıqdan Bəli. sakitçiliyin çox xoşum gəlir. Yəni sakit təbiət olsun, meşə olsun, ağaclıq olsun. Həm də ki indi baxma da burada indi 500 min söhbətidir də. Kamera yox. Bizi qıraqdan heç kim çəkə bilməz. Adam yox, şahidlərimiz yox. Özü eşidirsən şoşu. Ha. Keçən dəfə eşitdiyində xəbərlərdə nə dedilər? Nə dedi? Meşəlikdə adam öldürüblər, bastırıblar, heç kim tapmır. Bu ev Yoxdur, axtarırlar. Mən qorxuram, mən ölüdən qorxuram. Mən Hə, sən nə tərəkkimsən ölüdən qorxursan. Ay şoşu. Ay can. Ayağın nəyəsə batmır. Hə, yox, mənim ayağım heç ara bax. Şəməlim ondan gəlmir, ondan gəlmir. Ay, düzdür, yaxşı, ay, qılman dur ayağa. Ay. Ay Qılman doktor, Gəl. sən bizi müalicə elədin. Bəli. Əvvəla çox sağ ol ki, bizim pulumuzu gözləmisən. Müdün də, Prosta müdün. dəqiq də görə sənə bizim nə qədər borcumuz var, onu da eləm bizə. Bax bir də darıxmayın, Hə. mən təntidmiyim, Ay, mən narahat təntidmiyim. olma. Sizə qurban olum. Aha. Mən elə yerə getmişsiniz ki, mən sizlə qiymət... Ay, narahat olma. O dilən o yığışdırsın da sən... Ay, Bura gəl, dur, gəl. Qılman. Bura gəl. Gəldim ki, mən elə yerə getmişsiniz ki, sizlə qiymət söhbəti eləyən biləm. Özə torbadan bıçağını öhün çıxartsan, mənim pulumu çıxardım da qurban. Ay, Qılman doktor meşədəyik. Burada ayı var, çaqqal var, birdən çıxar sokaq qarnına yortaq. Narahat olma Qılman, Düzdür. narahat olma. Hə, Yoxsa- sən həkimsən, sən bıçaqla, skalpellə oynayan bir adamsan. Sən belə şeylərdən qorxmamalısan. İndi mən şəmməli, mən bu dəqiqə sizlə pul söhbəti eləmirəm ki, bilirəm, üstündə sıxıntınız var. Bax, sonra verərsiniz, yarı-yarı verərsiniz, sən qurban olum. Xoşuma gəlməyə başlayırsan, yavaş-yavaş xoşuma gəlməyə başlayırsan. Buyur. Ay, nə olur, nə olur? Bu sunkadan putolkanı üçün çıxartdı mənim üstümə. Bura gəl. Bir dəqiqə, sən... Ay Qılman, ay Qılman. Bir də- Ay, biz gör neçə aydır bax bu 500 min söhbəti gedir, düzdür? Bəli. Neçə aydır gedir. Biz bu əlamətlər hadisəni yumalıyıq ya yox, oturub yeyişməliyik ya yox. Hə, yeyib çəyim, nə nöhün için. 50-50 vurmalıyıq ya yox. Hələ belə vuraq, nə bunun belə nöhün, belə vur. Uzatmayaq. Ay, Ay, Cabra! Bir dəqiqə, dayan, sən mən... Dəqiq də görün nə qədər borcumuz var. hə? Bir dəqiqə. Ay Cabra! Ay, o qılman öldü. Ay, cəmaat gəlin, qılman əldən getdi. Gəlin demə, çökmə. Heç kim gəlmir. Bir dəqiqə, bir Sən dəqiqə. hara qaçırsan? Şəmər, qışqırma heç kim. Şuşu. Ay nə uzadırsan hə? Abi, uzatma. Nə uzadırsan hə? Sən canı- Dəqiq də görün bizim sənə nə qədər borcumuz var. Belə dur. Bax, Belə Şəmər, dur. 500 min manat mən bu. Mənim sizə 500 min manat borcum var, Bəli, düzdür mən. bəli. Mən yox, heç sözüm, mən 5... Ay, mən təntirəm, mən daş. Şoşu buradan qaz, buradan. Ay sağ ol, hə. Buradan qaz, yavaş. Şəmər, şey qurban bu... Yerini hün qazır ki bu. Ay, narahat olmadan ha, biz kebabı da harda çəkəcəyik? Manqalımız yox, bir şeyimiz yox. Qəşəng buradan oturub yeyib. Bir də sən qurban olum, Şoşu o qaz. bilirsən. Sən qurban olum, sən qurban olum. Mən də eşitsən Şəmərlim. Hə. Qılmanı eşitsən. Eşidirəm, eşidirəm. O dinə qazmasın, söz deyəcəm. Şoşu qaz. Şoşu qaz. Şoşu qaz, de görüm indi bizim sənə nə qədər borcumuz var. Uzatma. Sizin mən bir köpük borcunuz yoxdur. Çox gözəl, Ay, xoşuma mən gəldi. 8 manat pul verdiniz ha. O mənim halal xoşum. Nə bəs ölənə kimi. Çox, pul zat istəmirsən ki, Heç bizdən. də Sənə istəmirəm. borcumuz yoxdursa. Hə. Nə bizim mazgimizi sən xarab eləmisən bə. Mən hayır, mən dedim 5 manat. Şoşu, onları qoy hamısını maşına. Qoy hamısını maşına. Hə. Bu maşın lazım deyil. Hava da qaralır, şoşu. Sən mənim səsimə hayır. Mən Qılman, Hayır. biz gedirik. Hə, Ay şoşu, bəli. onların hamısını yığırsan, qoyursan maşına. Sö, nə sən bizi Otur, görmürsən, gəl. nə də biz sən. Gedirik. Gedəm Şəmərlim, sən sağ ol. Hə, Aç. sağ ol. Düş bu yana görmə. Biz Düş gedirik, yana. biz gedirik. Yox, sən- mən meşədə... Biz Gel bura. gedirik. Bura gəl.
Sen hara gedirsən? Mən dedim də ki, Biz başqa yerə gedirik, işimiz var. Otur. Buyur. Yox, buralıqda oyna. Biraz oyna buralıqda biz gələcəyik. Sən mənim ecahanlıq deyiləm. Elə yox. O torpaqla oyna, lafapqa ilə oyna. Sən mənim də. Ha bir dəqiqə. Maşın qabağından da çəkil hə. Sən mənim. Geç. Sən mənim. Getdirə. Şoşu müəllim nerede gözün? Mən qoymayın da burada. Sən mənim. Mən bu meşədə nətər qalacağam? Mən yarpaq nətər yeyib qalacağım burada Allah. Evi yoxdur, görərsiniz mən sizin başlarına oynatacağım şəhərdə. Ay mən gəldi bu telefonun səsi. Bu ay gəlir. Ayya bax, gül başı aydılma. Ay gəlir, gül başı aydılma. Gül sənin başı aydılma, ay gəlir. Boz başımdadır, çox damağa dəyib. Hər dəfə süfrədə yeri görünür. Əz onu bük lavaşa, boz baş eşqinlə yaşa. Yoxdur belə tamaşa, bilət havayıdır. Boz başın adı çox qulağa dəyib. Həmşəmi, həmşöşü bunu düşünür. Getsə də o haraya, Türkiyəyə, Dubaya, sonra yenə Bakıya, vətənə qayıdır. Var, şəmi, şöşü, şirin hələ, fəlakətin özü də ağsaqqalda. Hər dəfə bozbaş pikçer sizə gülməni baxmalı nəsə gətirir. Hər dəfə dəhşət qırğın məzə ATV hər yeri səsə gətirir.